131. Verilmiş cümlələrin morfoloji izahındakı səhvləri müəyyənləşdirin. Baxırıq. Bahar gözəlliyi ilə bizim ruhumuzu oxşayırdı. Bahar ümumi isimdir, sadədir, adlı haldadır. Ruhumuzu oxşayırdı. Nə? Bahar, bəli, adlı haldadır. Ümumi isimdir, bu doğrudur. Məndən səhvlər istəyir. Gözəlliyi ümumi isimdir, düzəltmədir, təsirli haldadır. Düzəltmə olmağına düzəltmədir. İsim olmalı ümumi isimdir. Amma bahar gözəlliyi ikinci nöqtəyini söz birləşməsinin əsas tərəfini təşkil etdiyi üçün bu mənsubiyyətdir. Yəni isimin adlı halı kimi götürülür. Səhvdir. 2. Sonra ilə qoşmadır. Gözəlliyi ilə, nəyi ilə? Bəli, qoşmadır. Bizim mənsubiyyət şəkilçiliyi şəxs əvəzi idi. Biz bilirik ki, əvəzlər mənsubiyyətə görə dəyişə bilmir. Ruhumuzu ümumi isimdir. Mənsubiyyət və hal şəkilçisi qəbul etmişdir. Bizim ruhumuz. Bu burada mənsubiyyətdir. Ruhumuzu isə mənsubiyyət, təsiri halın şəkilçisidir. Bu doğrudur. Oxşayırdı sadə feildir, keçmiş zamandadır. Oxşa sözün köküdür. Oxşayır indiki zamandadır. Buradası isə dı, idinin qısaldılmışıdır. Oxşayır idi. Səhvin də biri bu oldu. 2, 4 və 6. 132. Verilmiş cümlədəki sözlərin morfoloji izahı ilə bağlı səhv fikirləri müəyyənləşdir. Ucu bucağı görünməyən dərya sıxıla-sıxıla geri çəkilirdi. Ucu bucağı mürəkkəb isimdir, təsirli haldadır. Mürəkkəb isim olmağına mürəkkəb isimdir, amma təsirli halda deyil. Niyə? Onun ucu bucağı, bu burada mənsubiyyətin şəkilçisidir. Ona görə biri götürürük. Görünməyən feili sifətdir, quruluşca sadədir. Gördən, görünmək, quruluşca sadə deyil, səhvdir. Görünməyən dərya. Hansı dərya? Feili sifətdir, ancaq ki, sadə deyil, mürəkkəb düzəltmədir. Dərya ümumi isimdir, adlı haldadır. Nə sıxıla-sıxıla geri çəkilirdi? Dərya, bu doğrudur. Sıxıla-sıxıla hərəkəti bildirən feili bağlamadır. Sıxılaraq geri çəkilirdi, bəli. Sonra geri, sadə yer zərfidir. Bu da doğrudur, sadə yer zərfidir. Çəkilirdi, düzəltmə feildir, keçmiş zamandadır. Çəkdən, çəkilmək, çəkilir, çəkilirdi. İndiki zamandır bu. Oldu nə? 1, 2 və 6. Cümlədəki sözlərin morfoloji izahı ilə bağlı doğru fikirləri müəyyən edir. İnsan qayalarda yaşamağı, ot kökü ilə qidalanmağı və yağış suyu ilə dolanmağı bacarmalıdır. Bacarmalı. Baxırıq. İnsan adlı halda olan xüsusi isimdir, ümumi isimdir, xüsusi isim deyil, səhvdir. Məstərlər təsirli haldadır, tərkib yaradıb. Məstərlər baxaq görək, məstərlər yaşamağı, ot kökü ilə qidalanmağı və yağış suyu ilə dolanmağı bacarmalıdırlar. Bəli, deməli bunlar məstərlər təsirli haldadır, tərkib yaradıb. İnsanlar qayalarda yaşamağı bacarmalıdır. Kim? İnsan. Nəyi bacarmalıdır? Qayalarda yaşamağı, ot kökü ilə qidalanmağı və yağış suyu ilə qidalanmağı. Həmciz tamamlıqlar vardır, doğrudur. Qayalarda yer zərfidir, səhvdir. Konkret məkandan yer zərfi ola bilməz. Ot, yağış, yəlik halda olan isimlərdir. Ot, yağış. Baxaq görək. Yağış suyu ikinci növdür, təyini söz birləşməsindən qeyri-müəyyən yəlikdədir, bəli. Ot kökü yenə qeyri-müəyyən yəlikdədir, çünki ikinci növ təyini söz birləşməsinin aslı tərəfini təşkil edir. 4. Sonra kökü və suyu mənsubiyyət şəkilçiliyi isimlərdir, qoşma ilə işlənmişdir, bəli. Bu doğrudur. Bacarmalıdır, vacib şəkildə işlənmiş, düzəltmə feildir. Düzəltmə feildir. Bir baxaq görək, bacarmaqdan bacarmalıdır. Vacib şəkil, xəbərli şəkil. Düzəltmə deyil, sadədir. Oldu nə? 2, 4 və 5. Verilmiş cümlədəki sözlərin morfoloji izahı ilə bağlı səhv fikirləri müəyyənləşdirin. Müəyyənin. Düşmənlərimizə qarşı gücünüz çatan qədər qüvvə hazırlayın. Deməli, baxıraq görək, səhvləri soruşursa bizdən. Deyir ki, düşmənlərinizə cəm, mənsubiyyət və hal şəkilçisi qəbul etmiş düzəltmə ismidir. Düşmənlərinizə cəm, mənsubiyyət və hal şəkilçisi var, amma düzəltmə deyil, sadədir, səhvdir. Qarşı qədər qoşmadır, düşmənlərinizə qarşı bu qoşmadır. Çatana qədər, baxın görüm, çatana qədər qüvvə, bu da çatana qədər. Bu da qoşmadır. Bu doğrudur.
Gücünüz mənsubiyyət şəkilçiliyi adlı halda olan isimdir. Baxın görüm gücünüz. Sizin gücünüz. Bəli, mənsubiyyət şəkilçiliyi sözdür və isimin adlı halı kimi götürülmüşdür. Çatan məlum növdə olan feili sifətdir. Məlum növdə olan feili sifətdir. Bəli, doğrudur. Çünki məlum növün özünə məxsus şəkilçisi yoxdur. Qüvvə sadədir. Adlı halda olan isimdir. Qüvvəni hazırlayın. Qeyri-müəyyən təsiri halı şəkilçisidir. Qeyri-müəyyən təsiri halı daha doğrusu. 5. Hazırlayın. Hazırlayın. İsimdən düzəlmişdir. Hazır nə? Hazırlamaq. Hazırlayın. Məlum növdədir. Əmr şəklindədir. Əmr şəklində olmanı əmr şəklindədir. Əmr şəklindədir. İsimdən düzəlib. Bəli, o da düzdür. Əmr şəklindədir. Baxın görüm, hazırdan hazırlamaq, hazırlayın. Səhvi soruşursa, hazırdan hazırlamaq, hazırlayın. Baxaq görək. İsimdən düzəlmişdir. Hazır. Yox, bağışlayın. İsimdən yox. Hazır necə? Sifətdən yaranmış feildir. Səhvin də biri budur. 1, 4 və 5. 135. Cümlədəki sözlərlə bağlı səhvləri müəyyən edin. Təpələrin ətəyindəki yollarla irəliləyən fayton kəndə yaxınlaşırdı. Kəndə yaxınlaşırdı. Baxırdı, təpələrin isimdir, cəm və yiyəlik hal şəkilçisi qəbul etmişdi. Təpələrin ətəyi. 3-cü nöqtəyin söz birləşməsi olduğuna görə bu burada yiyəlikdir. Ondan da əlavə cəm şəkilçisi var. Təpə də həm də isimdir. Bu doğrudur. Ətəyindəki quruluşca düzəltmə sifətdir. Quruluşca düzəltmə sifətdir. Bəli, ətəyindəki hansı? Bu da doğrudur. Yolla isimdir, bağlayıcı ilə işlənib. Yolla irəliləyən fayton. Nə ilə irəliləyən? O qoşmadır, bağlayıcı deyil. 3 səhvdir. İrəliləyən feili sifətdir, quruluşca sadədir. İrəldən irəliləmək düzəltmədir. Səhvin biri də budur. Feili sifət olmanın feili sifətdir, amma leksik şəkilçi var burada. Fayton adlı haldadır. Fayton adlı halda kəndə yönlük halda olan isimdir. Bəli. Yaxınlaşırdı. Düzəltmə feildir. Yaxınlaşırdı. Düzəltmə feildir. Düzdür. Keçmiş zamandadır. Xeyr. İndiki zamandadır. Səhvin biri də bu. 3, 4 və 6. 136. Cümlədəki sözlərin izahındakı səhvləri müəyyən edin. Yeni yol çəkiləndən sonra şosedə gediş-gəliş azaldı. Deməli, yol adlıq şosedə yerlik halda olan isimdir. Baxın, deyir ki, yerlik halda olan isim, yer zərfi demir, konkret məkandır. Bu doğrudur. Bu doğrudur. Yeni adi dərəcədə olan sadə sifətdir. Yeni yol çəkiləndə. Yeni, necə? Bu da adi dərəcədə olan sifətdir. Çəkiləndə düzəltmə feili bağlamadır. Bu qoşmadır, zaman qoşmasıdır. Biz bilirik ki, ümumiyyətlə qoşmalar feili bağlamayla işlənə bilməz. Ona görə də bu feili sifətdir. Burada da dandən çıxışlı halın şəkilçisidir. Bu səhvdir. Sonra zaman zərfidir. Xeyr, zaman zərfi deyil. Bu qoşmadır, zaman qoşmasıdır. Gediş-gəliş mürəkkəb isimdir. Nə? Gediş-gəliş azaldı. Nə etdi? Nə? Gediş-gəliş adlı haldadır. Bəli, bu doğrudur. Azaldı, sadə feildir, keçmiş zamandadır. Azdan azalmaq, azaldı, sadə feildir, sadə deyil, düzəltmə feildir. Oldu nə? 3, 4 və 6. 137. Nümunədəki sözlərin morfoloji təhlili ilə bağlı səhv fikirləri müəyyən edin. 16-cı əsr ədəbi dili Məhəmməd Füzuli yaradıcılığı əsasında öyrənilərək lüğət tərkibinin keyfiyyət, məzmunu, daxili dəyişmələri ön plana çəkilir. Deməli, təsiri halda 3 söz var. Baxaq görək. 16-cı əsr ədəbi dili. Ədəbi dili, bu burada mənsubiyyətdir. Füzuli yaradıcılığı 2-ci nöqtəli söz birləşməsi olduğuna görə bu mənsubiyyətdir. Öyrənilərək lüğət tərkibi mənsubiyyətdir. Tərkibinin məzmunu isə 3-cü nöqtəli söz birləşməsidir. Burada bu yiyəlikdir. Keyfiyyət məzmunu 2-ci nöqtəli söz birləşməsi olduğuna görə bu burada mənsubiyyətdir. Daxili dəyişmələri ön plana çəkilir. Deməli, baxaq görək. Daxildən daxili, bu buradakı da sifət düzəldən leksik şəkilçidir. Baxaq görək, təsiri bu səhvdir. Düzəltmə sözlərdən birinin kökü
Feil olsa da feildən yaranmamışdır. Bir baxaq, düzəltmə sözləri tapırıq. Ədəbdən ədəbi. Bayaq qeyd etmədim. Buradakı da I-U-də sifətdir. Sifət düzəldib isimlə. Sonra yaramakdan, yaratmaq, yaradıcı, yaradıcılıq. 3 leksik şəkildə bir qrammatik. Öyrənməkdən, öyrənilmək. Lüğət tərkibinin keyfiyyət məzmununu daxili. Deməli, 4 düzəltmə söz var burada. Baxaq görək. Kökü, feil, düzəltmə sözlərdən birinin kökü feil olsa da feildən yaranmayıb. Yaramaq feili kökü feildir. Amma 3 leksik şəkilçi olduğuna görə mən sonuncu leksik şəkilçidən önə baxıram. Yaradıcı. Nə? İsimdən yaranmış isimdir bu. Bu doğrudur. 2 fərqli köməkçi nitq hissəsinə aid söz var. Baxaq görək. 2 fərqli köməkçi nitq hissəsinə aid söz. Mən burada bir dənə köməkçi nitq hissəsi görürəm. Budur. Amma ki, ikinci köməkçi nitq hissəsini görmürəm. Biri də 3-dür. Nümunədə feilin yalnız təsriflənən forması işlənmişdir. Bir bunu silək. Təsriflənən forması işlənmişdir. Yəni, təsriflənməyən işlənməmişdir. Güya ki. Amma arkin feili bağlamadır. Demək, burada təsriflənməyən formalardan da işlənmiş var feili bağlama. Eyni qrammatik məna növünə aid feillər işlənmişdir. Eyni qrammatik məna növünə aid feillər öyrənməkdən, öyrənilərək, lüğət tərkibinin keyfiyyət məzmunu daxili dəyişmələri ön plana çəkilir. Çəkməkdən çəkilir. Deməli, kimsə tərəfindən iş icra olunur, bir də öyrənilir, kimsə tərəfindən icra olunur. Məhsul növdə. Oldu nə? 1, 3 və 4 səhv. Nümunədəki sözlərin morfoloji təhlilində yanlış fikirləri müəyyən et. Azərbaycan ədəbi dili tarixi, mədəniyyət tarixinin dəyərli bir hissəsi kimi xalqımızın uğurla qoruyub saxladığı mədəni hadisələr tarixidir. Deməli, yanlış fikirləri deyirsə mənə, həm sadə, həm də düzəltmə sifət var. Baxaq görək, Azərbaycan ədəbi dili. Ədəbdən ədəbi necə? Bu düzəltmədir. Tarixi mədəniyyət tarixinin tarixdən tarixi necə? Mədəniyyət tarixinin dəyərdən dəyərli necə? Düzəltmədir. Bir hissəsi kimi xalqımızın uğurla qoruyub saxladığı mədəni hadisələr tarixidir. Mədəni də sadədir. Bu doğrudur. Müəyyən yəlik halda olan, bir bunu silək təzədən, müəyyən yəlik halda olan 3 isim var. Müəyyən yəlik halda Azərbaycan ədəbi dili, tarixi, mədəniyyət tarixi, baxırıq, mədəniyyət tarixi bu qeyri-müəyyən yəlik haldadır. Mədəniyyət tarixi dəyərli bir hissəsi, tarixinin hissəsi bu müəyyəndir. Xalqımızın uğurla qoruyub saxladığı, mən burada bir də xalqımızın saxladığı müəyyən bir yəlik haldır. Sonra mədəni hadisələr tarixidir. Bir baxım görüm. Azərbaycan ədəbi dili tarixi, mədəniyyət tarixinin dəyərli bir hissəsi. Tarixinin hissəsi, sonra hissəsi kimi xalqımızın uğurla qoruyub saxladığı yəlik halda 3 isim işlənib. Baxın, burada 1 də 2 isim işlənib. 3-cü yoxdur, axım 2. Sonra deyir ki, feilin təsriflənməyən formasına aid nümunə var. Bir baxaq görək, feilin təsriflənməyən formasına aid. Bəli, saxladığı feili sifətin şəkilçisidir. Bəli, var. Qoşma və bağlayıcı işlənib. Baxım görüm, qoşma və bağlayıcı işlənibmi? Mədəniyyət tarixinin dəyərli bir qoşma kimi Azərbaycan ədəbi dil tarixi, mədəniyyət tarixinin dəyərli bir hissəsi kimi xalqımızın uğurla qoruyub saxladığı mədəni hadisələr tarixidir. Mən bağlayıcı görmədim, axı burada bağlayıcı da var. Səhvin biri də budur. Düzəltmə zərf var. Düzəltmə zərfə baxaq görək.
Tarixi, hə, uğurla nə tərzdə? Doğrudur. Deməli oldu nə? 2 və 4. 139. Cədvələ əsasən nümunədəki sözlərlə bağlı uyğun fikirləri müəyyən edin. İntizar gülzarına səbr buludundan su verilərsə, qönçə çiçəklərin muradına çatar. Doğrudan doğru, yanlışdan yanlış. Nümunədə şəxsə görə dəyişməyən feil yoxdur. Niyə yoxdur ki, deyirlər, bu bir xəbər şəklindədir. Bu da xəbər şəklindədir. Hər ikisi şəxsə görə dəyişir də. Nümunədə yalnız isim və feil var. İntizar isim, gülzar isim, səbir isim, bulud isim, su isim, vermək feil. Qönçə isim, çiçəklənmək feil, murad isim, çatmaq feil. Doğrudur. Şərt şəklində olan feil məhsul növdədir. Məhsul növdə olan feil var, amma bu şərt şəklində deyil. Xəbər şəklindədir, zaman şəkilsi. Bu isə isənin qısaldılmışdır, səhvdir. Adlıq halda olan 3 isim işlənmişdir. Adlıq halda olan 3 isim. Baxaq görək. Adlıq halda. İntizar gülzarı. İntizar gülzarı bu qeyri-müəyyən yerlikdədir. Gülzarına bu yönlükdədir. Səbr buludundan. Səbir buludu. Bu qeyri-müəyyən yerlik haldadır. Bu çıxışlıq haldadır. Suyu verilərsə bu təsirlikdədir. Qönçə çiçəklənib. Qönçə çiçəklənib. Bu ismin adlıq halındadır. Qönçə çiçəklənib muradına çatar. Muradına, bu da oldu yönlük halda. Deməli, səhvin biri də budur. Çıxışlıq halda işlənmiş söz mənsubiyyət şəkilçisi qəbul etmişdir. Çıxışlıq halda olan söz. Çıxışlıq halda olan söz. Səbir buludu, ikinci nöqtəyin söz birləşməsinin əsas tərəfini təşkil edir. Bu doğrudur. Nümunədə eyni diksiyasına aid amonim söz işlənmişdir. Eyni diksiyasına aid amonim. Baxaq görək. Bulud. Biri var səmadakı bulud. Nə? Bir də var nimçə boşqab bulud. Nə? Bu da doğrudur. Oldu nə? 2 və 4. 140. Cümlələrə əsasən doğru fikirləri müəyyən edin. Adamlar yaxalarını bərk-bərk bağlayaraq boyunluqlarını yuxarı çəkdilər. Bir də açıq hava dərisini bir qədər yandırdığından yanaqlarında təbii bir qırmızılıq görünürdü. Cümlələrlə bağlı doğru fikirləri deyirsə bizə, baxırıq. Deyir ki, yalnız bir cümlədə həm təsriflənən, həm də təsriflənməyən feil var. Adamlar yanaqlarını bərk-bərk bağlayaraq, burada feili bağlamadır. Burada həm də feil, bu təsriflənməyəndir, bu isə təsriflənəndir. Sonra, açıq hava dərisini bir qədər yandırdığından feili bağlamadır, təsriflənməyən formadır. Bir də təsriflənən forma. Bu, hər ikisində var. Bu deyir ki, yalnız birində, bu səhvdir deyən götürmürük. Birinci cümlədə düzəltmə sözlərin kökü isimdir. Düzəltmə sözlərə baxırıq. Yaxalarını bərk-bərk bağdan bağlamaq, boyunluqlarını boyundan boyunluq. Birinci cümlədəki düzəltmə sözlərin kökü isimdir. Boyun nə, bağ nə? Bu doğrudur. Hər iki cümlədəki feillər məlum növdə və təsdiqdədir. Hər iki cümlədəki feillər. Bir baxaq. Feillər, bağlamaqdır feil, bir də çəkilmək, yandırdığı, bir də görünürdü. Deməli, hər iki cümlədə feillər məlum növdədir. Bağdan bağlamaq, bu məlum növdədir. Yuxarı çəkdilər, çəkməkdən çəkdilər. Bu da məlum növdədir. Yandırdığı, bir qədər yandırdığı, yanmaqdan yandırmaq, qırmızılıq görünürdü, təbii bir qırmızılıq görünürdü. Bu artıq məlum növdə deyil. Digər qrammatik məna növdədir. Ona görə bunu götürmürük. Hər iki cümlədə feili birləşmə ilə ifadə olunmuş sərf var. Hər iki cümlədə feili birləşmə ifadə olunmuş zərflik var. Bir baxaq görək feili birləşmə ilə. Deyir, adamlar yaxalarını bərk-bərk bağlayaraq boyunluqlarını yuxarı çəkdilər. Kim? Adamlar yaxalarını bərk-bərk bağlayaraq nə tərzdə? Bəli, feili bağlama ilə ifadə olunmuş tərz hərəkət zərfliyi var. Baxın, görün, burada da varmı? Deyir, açıq hava dərisini bir qədər yandırdığından yanaqlarında təbii bir qırmızılıq görünürdü. Nə edirdi? Görünürdü. Nə görünürdü? Qırmızılıq. Nədən? Açıq havada dərisini bir qədər yandırdığından.
Açıq havada dərsi bir qədər yandırdığından yanaqlarında təbii bir qırmızılıq görünür. Nə səbəbə? Açıq havada dərsini bir qədər yandırdığından səbəb zərfli idi bu da. Bağışlayın, tamamlıq kimi götürdüm. Nə səbəbə? Səbəb zərfli idi. Elə testin birində doğrusu budur. İkinci cümlədə düzəltmə sifətin kökü. İkinci cümlədə düzəltmə sifətin kökü başlanğıc forması fərqli nitq hissəsidir. Baxırıq buradan. İkinci cümlədə düzəltmə sifət hansıdır? Açıq. Açmaqdan açıq. Hava necə dəqiqədə yandırdığından yanaqlarında təbii bir qırmızılıq bu hissəsini. Yine nə deyir bizə? İkinci cümlədə düzəltmə sifətin kökü və başlanğıc forması açmaq. Bu açmaq feilindən açıq sifətidir. Bəli, kökü feildir, özü isə başlanğıc forması isə sifətdir. Doğrunun biri də budur. Nə oldu? 2, 4 və 5. Nümunədə işlənməmişdir. Kamal həyəcanla elə çığırırdı ki, elə bir qaranquş indi yenidən caynaqları ilə onun üz gözünü cırmaqlayacaq. Deməli, cümlədə işlənməmişdir. Eyni şəkillərdə olan feillər. Çığırmaqdan çığırdı feilin xəbər şəkli. Elə bir qaranquş indi yenidən caynaqları ilə onun üz gözünü cırmaqlayacaq feilin xəbər şəkli. Bu ikisi eyni şəkildə olan feillər var. Yəni, hər ikisi feilin xəbər şəklindədir. 2 tərz hərəkət və 2 zaman zərfi var. Bir baxaq görək. 2 tərz hərəkət, 2 zaman zərfi. Kamal həyəcanla nə tərzdə? Elə çığırırdı ki, elə bir quş indi. Nə vaxt, nə zaman? Zaman. Yenidən caynaqları ilə nə vaxt, nə zaman? Caynaqları onun üz gözünü cırmaqlayacaq. Deməli, burada bir dənə var tərzdə hərəkət, bir dənə var, 2 dənə var zaman zərfi. Səhvdir. 3 fərqli köməkçi nitq hissəsi var. Kamal həyəcanla nə tərzdə? Elə çığırdı nə tərzdə? Ki, bağlayıcı, elə bir modal söz, yenidən caynaqları ilə, nə ilə qoşma, onun üz gözünü cırmaqlayacaq. Bu doğrudur. Mənsubiyyət şəkilçisi, silək ki, səlqəli olsun. Mənsubiyyət şəkilçi qəbul etmiş isimlər var. Kamal həyəcanla elə çığırdı ki, elə bir qaranquş indi yenidən caynaqları ilə onun üz gözünü. Üçüncü nöqtəyin söz birləşməsi var. Bəli, mənsubiyyət şəkilçisi var burada. Bu düzdür. Feildən düzələn feil. Baxaq görək, feildən düzələn feil varmı? İlk öncə çağırdı, çağırmaqdan çağırdı. Bu sadədir, onsuz da caynaqları ilə onun üz gözünü cırmaqlayacaq. Cırıdan cırmaq, cırmaqlamaq yacaqdır. İndi baxırıq. Baxaq. Mənsubiyyət şəkilçisi qəbul etmiş isim. Buna baxdıq. Feildən düzələn feil. Baxın, bu sadədir. Buna baxaq görək. Cırmaq. İsimdən yaranmış feil var burada. Bu səhvdir. Sifəti əvəz edən əvəzlik. Sifəti əvəz edən əvəzlik. Sifəti əvəz edən əvəzlik. Kamal sifəti əvəz edən əvəzlik. Burada sifəti əvəz eləməyib ki, burada zərfi əvəz edib cümlədə zərflikdir. Zərfin biri də bu. 2, 5, 6. 142. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən. O açıq pəncərədən aşağıya, bağçaya baxaraq sustu. Bu sözlər mənə bahar gecəsinin həzin musiqisini xatırlatdı. Ortaq cəhət deyil. Şəxs əvəzliyi işlənmişdi. Bəli, hər ikisində o və mənə, hər ikisi isim əvəz eləyib. Leksik mənası olmayan sözlərdən də istifadə edilmişdir. Yoxdur, köməkçi nitq hissəsi heç birində. Keçmiş zamanda olan feil var. Baxaq görək, sustu keçmiş zamandadır, amma xatırdan, xatır neymiş? Xatırlamaqdan, xatırlatmaq, xatırladır. İndiki zamanda bu da idinin qısaldılmışı, bu da buna uyğun deyil. Təsriflənməyən feillərdən istifadə edilmişdir. Bəli, təsriflən bu ortaq olmayandır. Təsriflənməyən feildən bəli, feili bağlamadan istifadə olunub, ara gərək. Bu ortaq deyil. Adi dərəcədə olan sifət var. Bəli, bax, burada açıq və həzin sifətdir, adi dərəcədədir. Həm müəyyənlik, həm də qeyri-müəyyənlik bildirən halda olan sözlər var. Bir baxaq görək. O açıq pəncərədən aşağıya, bağçaya baxaraq sustu. Burada ümumiyyətlə yoxdur. Bu sözlər mənə bahar gecəsinin həzin musiqisini xatırladırdı. Bahar gecəsi burada var, qeyri-müəyyən yəlik hal. Sonra gecəsinin
həzin musiqisini xatırladırdı. Deməli, bu səhv fikirdir. Oldu nə? 1, 4, 6. 143. Nümunədəki sözlər haqqında doğru fikirləri müəyyən edin. Sözün qəlbində sakindir, göyün eşqi, yerin eşqi. Sözün şənində şöhrət var, bu məna qəflətən solmaz, Səməd Vurğun. Doğru fikirləri deyirsə bizə, hər iki misra yəli çallı sözlə başlayır. Sözün qəlbində, bir də sözün şənində, sözün qəlbi. Üçüncü nöqtəyini söz birləşməsinin aslı tərəfini təşkil elədiyinə görə yəli çaldadır. Bu doğrudur. Sonra sakin və qəflətən tərzi hərəkətdir. Baxaq görək. Sakin. Qəlbin sakindir. Göyün eşqi. Sakindir nədir? Sakindir. Qəflətən solmaz. Nə etməz solmaz? Qəflətən nə vaxt nə zaman? Bu səhvdir. Solmaz gələcək zamandadır. Üçüncü şəxsin təkində olan sadə feildir. Baxaq görək. Solmaz. Qəflətən solmaz. Bəli, qeyri-qət gələcək zaman şəkilcisidir. O, solmaz. Üçüncü şəxsin təkindədir. Bəli, sadədə feildir. Sonra eşq, eşqi və məna sözləri adlı xaldadır. Eşqi və məna sözləri adlı xaldadır. Baxaq görək. Göyün eşqi mənsub şəkilcisi olduğuna görə bir də məna hardadır məna. Bu məna qəflətən solmaz, məna ismin adlı xalındadır. Biri də budur. Bütün əsas nitqçilərə aid sözlər işlənmişdir. Bu səhv fikirdir. Oldu nə? 1, 3 və 4. Sonra 144. Qorxaq gündə 100 dəfə ölər cümləsindəki işarələnmiş sözlərlə bağlı eylər Venn diaqramı əsasən doğru fikirləri göstər. Deyir ki, bax, sifətdir. Qorxaq gündə 100 dəfə ölər. Qorxaq. Necə? Bu sifət olmağını morfoloji cəhətdən sifətdir. Cümlədə isimləşib. Kim gündə 100 dəfə ölər? Amma morfoloji cəhətdən sifətdir. Bir. İkinci dərəcəli cüzmü özüdür. Təhlil edək. Qorxaq gündə 100 dəfə ölər. Nə edər? Ölər. Kim? Qorxaq. Cümlənin mübtədasıdır. Baş üzvüdür. Səhvdir. Götürmürük. Sonra baxırıq 3-ə. Leksik şəkilçiliyi sözdür. Leksik şəkilçiliyi. Qorxdan, qorxaq. Necə? Qorxaq. Gündə, nə vaxt, nə zaman? Bəli. Bu ortaq fikirdir. Götürürük. Sonra baxırıq 4-ə. İsimin sualına cavab verir. Birincisinin sualına cavab verir. Axı mübtədadır. İkincisi zərflikdir. Zərfin sualına cavab verir. Bu ortaq deyil. Yerlik haldadır. Xeyr, yerlik halda deyil. Zərf düzəldən leksik şəkilçidir. Çünki zaman zərfi yaradır axı. Hərəkəti izah edir. Bəli. Gündə 100 dəfə ölər. Nə vaxt, nə zaman? Bu da doğrudur. Oldu nə? 1, 3 və 6. Sonra gəldik 145. Eylər Venn diaqramı əsasən doğru fikirləri müəyyən edin. Ürəkdən isim kimi, ürəkdən zərf kimi. Baxın ha. Bu burada çıxışılxan şəkilçidir. Bu da zərf düzəldən leksik şəkilçidir. Bu arada amonim şəkilçidir. Quruluşca düzəltmədir, səhvdir. Qrammatik şəkilçi olduğuna görə düzəltmə deyil. Çıxışlıq haldadır, bəli. Başlanğıc forması eynidir. Başlanğıc forması, bu ürəkdir başlanğıc forması, bunun isə başlanğıc forması belədir. Bax, bu formada. Çünki başlanğıc formaya qrammatik şəkilçi girə bilməz, istisna hallar var. Bunu götürmürük 145-də. 4-ə baxırıq. 4-də. Necə, nə cür suallarının birinə cavab verir. Məsələn, ürəkdən gülmək. Necə gülmək, nə tərzdə gülmək. Oldu nə? Biri də budur. Bir də baxaq 5-ə. Kök və leksik şəkilçidən ibarətdir. Bəli, bu da doğrudur. Oldu nə? 2, 4 və 5. 146. Eylər Venn diaqramına əsasən altından xətt çəkilmiş sözlərlə bağlı doğru fikirləri müəyyən. Qoy həmişə günəş olsun. Burada əmr ədatıdır. Qələmi çantana qoy isə burada feildir. Cümlənin təsir gücünü artırır. Bəli, doğrudur. Çünki ədatdır. Suala cavab verir, əksinə. Suala cavab verin, bu tərəf budur. Amonimdir, bəli, qoy. Amonimdir, həm ədat kimi, həm də əsas nitqçisi feil kimi. Əmr şəklindədir, əmr şəklində olan bu birisidir. Suala cavab vermir, əmr şəklində, bağışlayın. Əmr şəklində olduğunu soruşur, mən elə biləm, deyir, əmr ədatıdır. Bəli, feilin əmr şəklidir. Feilin yeni təsriflənən formasıdır. Oldu nə? 1, 3 və 4. 147. Çox şagird boyu imtahandan çox gözəl nəticələr əldə etdi. Cümləsində təkrarlanan sözü
Eylər Venn diaqramındakı müqayisəsinə əsasən doğru fikirləri müəyyən. Çox şagird, nə qədər şagird? Burada əsas nitq hissəsidir, çünki saydır. Çox gözəl sifətin yanında gəlir. Bu isə ədatdır, qüvvətlendirici ədatdır. Ona əsasən baxaq. Deyir ki, saydır, bəli, doğrudur. Qrammatik mənaya malikdir. Hər ikisi, köməkçi nitq hissəsi, əsas nitq hissəsi, onsuz da hər ikisi qrammatik mənaya malik olur. Yəni, nitq hissəsi baxımından. Bu ortaya getməli idi. Leksik mənası var, sayın leksik mənası var. Ədatın leksik mənası yoxdur. Sözün təsir gücünü artırır. Bəli, suala cavab verir, xeyir, say suala cavab verir. Oldu və 1-4. 148. Hadisə gecə baş verdiyindən hamı xəbərsiz idi. Cümləsindəki kömək nitq hissələri ilə bağlı səhv fikirləri müəyyən. 5 müxtəlif nitq hissəsinə aid ifadə işlənmişdir. Baxaq görək. Hadisə isim, gecə zərf, zaman zərfi. İsim, sonra vermək feil, hamı əvəzli, xəbərsiz sifət. Bu da hissəcikdir. Nitq hissəsi sayılmır o hissəcikdir. Deməli 1, 2, 3, 4, 5. 5 dənə nitq hissəsi var. Bəli, bu doğrudur. 2 isim, 1 isim kimi qəbul olunur. Sözlərdən biri qeyri-müəyyən şəxs bildirir. Bəli, qeyri-müəyyən şəxs bildirən hansıdır? Qeyri-müəyyən əvəzlik. Bu da doğrudur. Feili bağlama hərəkətin səbəbini bildirir. Birinci, burada feili bağlama yoxdur. Bu feili sifətdir. Dığı, üstəgəl, mənsubiyyət. Səhvdir. İsimlər adlı, halda və konkretdir. Burada isimlər hadisədir. Bu da baş verməklə frazoloji birləşmədir. Biz onu parçalaya bilmərik. Ona görə səhv fikirlərdən biri də budur. İsimdir, hadisə isimdir. Adlı halda olmağına adlı haldadır. Ancaq ki, mücərrəd isimdir. Düzəltmə söz əşyanın keyfiyyətini bildirir. Düzəltmə söz əşyanın keyfiyyətini bildirir. Baxaq görək. Hadisə gecə baş verdiyindən hamı xəbərsiz idi. Bəli, düzəltmə, xəbərsiz, düzəltmə sifətdir. Əşyanın keyfiyyətini bildirir. Bəli. Oldu nə? 3, 4, doğru cavab. 149. Yaxşı əsərlər oxuya-oxuya yaxşı danışmaq öyrəndik. Cümləsində nitq hissələrlə bağlı səhv fikirləri müəyyən edin. Səhv fikirləri soruşursa, 4 əsas nitq hissəsinə aid söz işlənmişdir. Yaxşı, sifət, əsər, isim, oxumaq, feil, sonra feil, bir də yaxşı danışmaq, zərfdir. 1, 2, 3, 4. Bu doğrudur. İsim və məsdər adlı haldadır. Bir bunu silək, bir baxaq. İsim və məsdər adlı haldadır. İsmi tapırıq, əsərlər, oxuya-oxuya yaxşı danışmaq, danışmağı öyrənirik. Burada mənsubiyyət təsiri hansı şəkilçisidir? İsim adlı halda. Əsərləri oxuya-oxuya burada yenə təsirlikdədir. Çünki feillərin yanında gəlib. Oldu nə? Bir səhvin biri bu. Sifət və zərf quruluşuna görə sadədir. Sifət budur, zərf də budur. Bəli, hər ikisi quruluşuna görə sadədir. Feilin quruluşca hər üç növünə aid söz işlənmişdir. Baxaq görək, feilin quruluşca sadə düzəltmə mürəkkəb. Oxuya-oxuya mürəkkəb feildir. Bir danışmaq sadə feildir. Öyrənməkdən öyrənirik. Bu da sadə feildir. Səhvin biri də bu. Feillərdən biri xəbər şəklindədir. Feillərdən biri xəbər şəklindədir. Bəli, öyrəndik. İndiki zaman şəkilçisinin qəbulu feilin xəbər şəklindədir. Doğrudur. 150. Eylər Venn diaqramına əsasən altından xətt çəkilmiş sözlərin morfoloji izahı ilə bağlı uyğunluğu müəyyənləşdir. Birinci və ikinci cümlə. Baxın, deyək ki, uğura adətən çiçəkli yollarla gedilməz. İkinci cümlə. Səttarxan yerindən durub bu dəfə qəzəblə danışmağa başladı. Qəzəblə danışmağa başladı. Baxırıq. Deyir ki, düzəltmə sözdür. Çiçəkdən, çiçəkli, qəzəbdən, qəzəblə, qəzəblə, nə tərzdə. Hər ikisi düzəltmə olduğuna görə 3 gedir ortaya. Sonra sözün kökü isimdir. Çiçək, qəzəb, nə, çiçək, nə. Hər ikisi kök isimdir. Hərəkətin tərzini bildirir. Qəzəblə danışmağa başladı. Nə tərzdə? Bu hərəkətin tərzini bildirilən ikinci cümlədir. Bura əlavə edirik. La köməkçi nitq hissəsidir. Bu heç birinə uyğun getmir. Çünki bu burada zərf düzəldən leksik şəkilcidir. Sonra gəldik. Əşyanın əlamətini bildirir. Bəli, çiçəkli yollar necə yollar? 1-ə Y, 2-yə
AB, 2-yə C, 3-ə AB. Sonra Eylər Venn diaqramına əsasən uyğunluğu müəyyən. Bütün uşaqlar Qarabağa aid xeyli material topladılar. Qoy mən yenə söhbət açım öz diyarımdan. Deməli, burada da uyğunluq soruşursa bizdən, baxaq. Deyir ki, yalnız qrammatik mənası olan söz də işlənmişdir. Yalnız qrammatik mənası olan söz də işlənmişdir. Köməkçi diksiyələrlə söhbət gedir də. Qarabağa aid qoşma. Qoy mən yenə söhbət açım öz diyarımızdan. Qoy mən yenə söhbət açım. Bir də qoy əmr ədatı. Bu ona görə gedir bura 3 aya. Sonra 5 müxtəlif nitq hissəsinə aid söz işlənmişdir. Bir baxaq görək. Əvəzlik, isim, qoşma. Sonra xeyli material, bu say, material, isim, bu da fiil. Bir baxaq görək. 1, 2, 3, 4, 5, onsuz da ismi saymışam da 5. 5 dənə burada var. O birisine baxım görüm. Ədat 1, 2, 3, açım, fiil, əvəz, diyar, isim. 1, 2, 3, 4, bu da oldu nə? 5. Bunu ona görə ortaya atırıq. Çünki hər ikisində 5 nitq hissəsi var. Birinci bunu silək ki, sonra qarışıqlıq olmasın. Sonra cümlədə işarə əvəzliyi işlənmişdir. Cümlədə işarə əvəzliyi o, bu, elə, belə, həmin, haman yoxdur. Sonra feilin əmr şəklindədir. Baxaq görək. Bütün uşaqlar Qarabağa aid xeyli material topladılar. Bu feilin xəbər şəklidir. Qoy mən yenə söhbət açım. Feilin əmr şəklidir. Bu artıracaq. Xara 2-yə D. Sonra feilin xəbər şəklindədir. Məlum növdədir. Bu da hansına 1-ə əlavə olacaq. 1-ə E, 2-yə D, 3-ə AB. Sonra baxırıq burada. Eylər Venn diaqramına əsasən uyğunluğu müəyyən edir. Əziziyəm, gündə mən. Kölgədəsən, gündə mən. İldə qurban bir olar, sənə qurban gündə mən. Düz mü oxudum? İldə. Boz düşüb deyən. Deməli, uyğunluq göstər deyirsə, baxırıq. Deyir ki, sözün kökü homonimdir. Üzərində nə? Sözün kökü homonimdir. Gündə, nə zaman? Sənə qurban, kölgədə sən, gündə mən. Bağışlayın, bu burada gündə. Buradakı isə qurban, sənə qurban, gündə mən. Nə zaman? Burada zərf düzəlməli kiçik şəkilçidir. Burada isə yerlik hal şəkilçisidir. Sözün kökü amonimdir. Sözün kökü amonimdirsə bu hər birinə uyğun gedir də gün amonim olaraq. Sadə sözdür. Birinci sadə sözdür. Çünki qrammatik şəkilçi ilə leksik qrammatik şəkilçi ilə söz düzəlmir. Sadəcə sözün formasını dəyişir. Sonra də leksik şəkilçidir. Əlbəttə bu əlavə olunur. Hərəkətin zamanını bildirir. Hərəkətin zamanını bildirən bu olacaq. Nə zaman? Yerlik hal şəkilçisidir. Bu da əlavə etdik buraya. Demək 1-ə B-yi, 2-yə C-D, 3-ə A. 153. Eylər Venn diaqramına əsasən uyğunluğu müəyyən edir. Birinci cümlə, ikinci cümlə. Hər nar bayramında rayonumuza çoxlu turist gəlir. İkinci cümlə. Səhər hər kəs süfrə başına toplaşdı. Deməli, feil xəbər şəklindədir, məlum növdədir. Feil xəbər şəklində məlum növdədir. Baxaq görək, turist gəlir, feilin xəbər şəklindədir, bəli. Çünki gəlməkdən gəlir indiki zamanda və feilin xəbər şəklidir, həm də məlum növdədir, bəli. Təyini əvəzlik işlənmişdir. Təyini əvəzlikdə hər, bütün, öz, filan. Bu da elə birinci cümləyə aiddir. Bunu da birinci cümləyə əlavə. Hər nar bayramında. Hər nar bayramında rayonumuza çoxlu turist gəlir. 153-də oldu. B. Sonra mənzubə şəkilçili isim işlənib, mənzubə şəkilçili isim işlənib. Bir baxım görüm. Hər nar bayramı, çünki ikinci növ təyini söz birləşməsidir. Nar bayramı, bir də bayramda rayonumuz, bu da mənsubiyyət şəkilçili isimlərdir. İkincidə baxaq görək, bəlkə var burada da. Səhər hər kəs süfrə başına toplaşdı. Süfrə başı.
Bu da burada mənsubiyyətin şəkilçisidir. Bəli. Mənsubiyyət şəkilçisi isim var. Bu hər ikisinə uyğun gedir. Ortaq fikir kimi, ifadə kimi. İsimlərdən biri yiyəlik haldadır. İsimlərdən biri yiyəlik haldadır. Elə bax bu da deyə isimlərdən biri. Nar bayramı, bir də elə süfrə başı. Bu qeyri-müəyyən yiyəlikdədir. Bu da qeyri-müəyyən yiyəlikdədir. Bu da uyğunluq ikisinə gedir. İsimlərdən biri dedik. Zərf işlənmişdir. Baxaq görək hansında. Çoxludur səhər, hər kəs süfrə başına toplaşdı. Nə zaman? Bu da bura uyğun gedir. Oldu nə? 1-ə A, B, 2-yə E, 3-ə C-dir. 154. Nümunədə fərqləndirilmiş sözlərə aid fikirlərin ardıcıllığını müəyyən. Şeirdən parça verib baxaq. Arzuna qovuşsan, atan şad olar. Şöhrətə çatarsan, böyük ad olar. Ağzımın acısı şirin dad olar. Çiçəkdən bal çəkən arımsan qızım. Çox qəşəng şeirdir. Baxırıq. Doğru fikirlər deyirsən, yoxsa ardıcıllıq deyir ki, qara rənglə yazılama. Qovuşsan, qovdan, qovuşmaqdan, qovuşsan. Şərt şəklidir. Şərt şəklində işlənmiş feildir. Bunu atırıq bura. Şöhrətə çatarsan. Çatarsan olanda, baxırıq, xəbər şəklidir. Qeyri-qəti gələcək zaman şəklidir. Bunu da əlavə etdik bura. Baxırıq. Deyir ki, ağzımın acısı şirin dadı olarsan. Ağzımın. Baxaq görək. Ağzımın, bu burada mənsubiyyət, bu da yiyəlik. Ağzımın acısı. Deməli, bu da ora uyğun nə gedəcək? 3-cü misraya baxaq görək. İsimdir, bax, həm mənsubiyyət şəkilçisi mənim ağzım, həm də yiyəlikdir. Çünki 3-cü nöqtəyin söz birləşməsi aslı tərəfidir. Bu bura uyğun getdi. Sonra çiçəkdən, şirində var axı. Şirin dad olarsan. Acısı şirin dad olarsan. Şirin söz də var. Şirinə baxaq görək. Şirin dad olarsan, necə dad olarsan? Sifətli, adi dərəcədədir, sadə feildir. Bunu da bir dənə bura əlavə etdik. Sonra çiçəkdən bal çəkən arım olarsan. Mənim arım. Mənsubiyyət, bu da şəxs sonluğu. Mənsubiyyət və şəxs sonluğu oldu nə? İsim mənsubiyyət və şəxs sonluğu qəbul edib, belə bu. Deməli, 5, 2, 3, 4, 1. Var görüm, yox, xeyr, bitdi. İzah əsnasında ola bilər texniki səhv falan olar, qeyd edilərsiniz, mən də düzəliş eləyərəm. Belə, Allahın amanında olun, sağ olun, salam.